Salam. Bugün imtahan qabağı əsas vacib qrammatikada bilməyə lazım olan 7 qalınmalı sözlər, hansı qrammatika düşür və onları necə rahat tapmaq lazımdır, onları sizinlə baxacağıq. Mövzulardan biri həmişə düşən və hər il təkrarlanan, mərkəz znakla bitən kişi cinsində və qadın cinsində olan sözlərimizdir. Bunları ayırmaq üçün ya tərcümələrini bilib qruplaşdırmalıyıq sözləri mütləq şəklində, necə ki öyrənirdik və ya sadəcə onların əzbərləmək lazımdır qruplarına. Ayrıca cədvəlini əzbərləmək lazımdır ki, kişi cinsində hansılardır və qadın cinsində. Əgər hallandırma rahat alınırsa, o zaman sözü özünüz hallandırıb da tapa bilərsiniz. Əgər sözü radisinli padeja salarkən son şəkilçisini siz ya və yaxud a görürsünüzsə, deməli bu olacaq muşkoy rodda. Əgər son şəkilçisi radisinli padejdə i və yaxud ı hərfi olacaqsa, o zaman olacaq qadın cinsində. Sol sözünü götürək. Sol, net, soli. Burada bizdə mərkəz znakın yerinə i hərfi keçir. Deməli, bizdə bu sözümüz olacaq. Jenski rodda sol. Və kişi cinsində bir söz baxaq. Rayal. Rayal. Net, rayalya. Rayalya. Son hərfimiz ya oldu. Deməli, sözümüz olacaq muşkoy rodda. Bunu biz padejlə, radisinli padeja salaraq hallandıra bilərik. Ən rahat üsulu isə qruplaşdırmaqdır. Birinci sualımızda baxaq. Укажите лишнее. Bizim tamaşa, rayal, sonra ansambl, bemol kimi sözlərimizi biz bir araya qruplaşdırıb onları kişi cinsində hətta saxlamışdıq. Amma rol sözünü arada almışdıq sadəcə qadın cinsi kimi. Birinci sualımızda C variantı fərqli olacaq çünki qadın cinsindədir. Amma qalanları bemol, spektakl, rayal, ansambl kişi cinsində. Bemol notdu, rayal demişdik ki kişi cinsindədir. Qruplaşdıraq. Məşhur bəstəkarlar falan kişi cinsində kişilər. Bemol notdu, not adıdır, kişi cinsinə onu doğru qruplaşdırdıq. Ansambl kişi cinsinə qruplaşdırmışıq və tamaşa spektakldə kişi cinsinə qruplaşdırmışıq. İkinci sualımıza baxaq. Yenə lişniyə. Sizə burada hələ ki ən çaşdırıcı ola biləcək sözləri qrupunu yazmışam. Neft. Nefti baxmayaraq ki kişi işidir, kişilər çıxarır, ağır bir prosesdir, amma neft sözümüz bizdə qadın cinsində yadda saxlayırıq. Sviril, drel. Hər iki sözü alət hansılar ki ustalar istifadə edir. Baxmayaraq ki usta alətləridir, olur qadın cinsində. Və duel. Baxmayaraq ki dueldə iştirak edənlər kişilər olub həmişə, yenə də qadın cinsində yadda saxlayırıq. Amma kafel, qvoz, mismar, sement, beton, kamin, daş bunlar hamısı bizdə olacaq kişi cinsində. Deməli ikinci sualımızda D variantımız fərqlidir. Üçüncü sualda isə heyvanlar qrupuna keçirik. Deməli, bilirik ki, bütün rus dilində mərkəz znakla bitən heyvanların adları bizdə kişi cinsindədir. Amma biz 5 dənə istisna etmişdik. Bunlar hansı idi? Layn, qazel, rıs, mış və dişi at loşad. Bunlar olmuşdu bizdə qadın cinsində. Amma los, sığın bizdə muşkoy roddadır, kişi cinsində olacaq. Bu variantları silək. Deməli, bunlar bizdə olacaq istisnalar. Layn, qazel, mış, rıs, loşad. Amma los kişi cinsindədir. 5 sözü yadda saxlayırıq əzbər heyvan adını, qalanları hamısını kişi cinsi kateqoriyasına yönləndiririk. Üstəgəl sözlərə qoymuşduq yanına. Koqıt, caynaq, noqıt, dırnaq, zvir, heyvan adı. Vəhşi heyvan, zvir. Bunlar olacaq bizdə hamısı kişi cinsində. Dördüncü sualımıza keçirik. Yeməklərdən. Bütün yeməkləri yadda saxlamışdıq ki, kişi cinsindədir. Burada düzgün variant qoyulmayıb. Deməli, kokteyl, içəcək kişi cinsindədir. Kisel, içəcək kişi cinsindədir. Bura əlavə də eləyirik kofe. Kofe çox nadir hallarda düşən sözlərdən biridir. Çünki mərkəz znakla bitməyib. Amma yenə də bilməyiniz faydalıdır. E hərfinə görə onu orta cins kimi götürməməlisiniz. Kokteyl, kisel, kofe kişi cinsindədir. Student, xaş, suxarı kişi cinsindədir. Bunlar da bizdə dəyişi ev, kartofel kişi cinsindədir. Üstəgəl, şəvel sözünü göyərtinin adında əlavə edirik. Bunlar hamısı kişi cinsində olacaq. Ərzaqlarımız. 5-ci suala baxırıq, artıq göstəririk. Mücərrəd sözlər hansı ki hissləri, duyğuları, hərəkətləri bildirir, hamısını götürürük qadın cinsində. Moş, həm şıdan sonra mərkəz znak var. Bu da bizə kömək eləyir. Bizim bir qayda bilirik. J, ş, ş, ç, dan sonra mərkəz znakımız varsa, biz demişdik ki, bunlar bizdə qadın cinsindədir. Burada da həmin variantdır. Strast,
Etiraz qadın cinsində. Nenavist, nifrət, любовь, sevgi, bunlar hamısı olacaq qadın cinsində. Amma tül istisna kişi cinsindədir. Bunun yanına üstəgəl edirik. Xrustal, tül, xrustal çaşdırıcı sözlərdəndir. Hansı ki imtahanda düşür? Tül, xrustal kişi cinsində olacaq. Və 6-cı sonuncu bir sualımıza da baxırıq. Yenə artığını göstərməliyik. Xrustal bəyək dediyimiz kimi olacaq bizdə kişi cinsində. Puzir, şampun, gel. Bunları yadda saxlayırıq. Köpük, puzir, şampun və gel. Bunlar kişi cinsindədir. Amma mazol və üstəgəl may sözü bizdə olacaq qadın cinsində. Deməli, mazol qadın cinsində, puzir, şampun, gel kişi cinsində. Xrustal, tül kişi cinsində. Keçirik növbəti bir kateqoriya. Substantivni, priлагательni. Bunlar nə deməkdir? Substantirovani, priлагательni hansılar ki, eyni zamanda, yəni isimdən sifətə keçib, sifətdən ismə keçən, eyni anda həm isim, həm sifət kimi istifadə olunan bilən sözlərdir. Yəni siz bu sözlərə həm кто, что sualını verə bilərsiniz, həm də ki, какой sualını verə bilərsiniz. Həm sifətin sualını, həm də ki, ismin sualını verə bilirsiniz. Gəlin indi asan variantlarımızdan başlayaq. Например, kniga. Bilirik ki, təkcə isimdir. Что sualına cavab verir. Stol, конечно, что. Машина, что. Писатель, кто. Amma больной həm кто deyə bilərik biz burada, həm də какой deyə bilərik. Bunu necə tapırıq? Təkcə sözün tərcüməsini bilmək kifayət edir. Amma siz baxın, кто sual verən kimdir bu? Bu xəstədir. Bura kim gəlib otağa daxil olan? Kimdir xəstə? Например, он больной, то есть он больной. Сегодня мы приняли больного. Biz bugün xəstəni qəbul etmişik. Kimi? Bir də больной человек или больное животное, xəstə heyvan, больное здоровье. Нет, больной здоровье düz gəlmir. Например, больной человек, xəstə insan. Necə insan? Здоровый. Əvəz edə bilərəm sağlam insandan. Bu variantımız bizdə həm прилагательный, həm существительный sualına cavab verir. İkinci sualda isə göstərir ki, bu beyti slova, который может обозначать группу людей. Həm qrup şəklində insanları göstərə bilənləri göstərməliyik, həm də insanları. Deməli, krasivay ancaq sifətdir. Necə? Gözəl. Belə deyək, əgər orada gözəlliyi ilə bağlı, eybəcərliyi ilə bağlı bir sözlər varsa, gözəl, yaraşıqlı, eybəcər, çirkin, o zaman onlar ancaq sifətdir. Əgər orada rənglərin adı sadalanırsa, yaşıl, qırmızı, göy, bütün rənglər, zilyonoy, krasnoy, siniy, biryuzovay, hamısı sifətdir. Eğer orada materialların adları sadalanırsa, xrustalni, derevyanni, железный, betonli, ancaq sifətdir. Вот так. Amma qalanları olacaq substantivli sözləri götürə bilərik. Starый. Böyük səhvimiz nədir? Starый qocadır, ancaq sifətdir. Biz çox vaxtı starik sözündən qarışdırırıq. Starik qoca deməkdir. Şəxsdir. Kim? Qoca, adam. Yəni bu qocadır, bu qarıdır. Starik ola bilməz heç vaxt isim, amma starı ancaq sifətdir. Deməli, starik sifət ola bilməz, starı isə isim ola bilməz. Yəni, bunlar fərqlidir. Keçirik vesiyoly, şən. Vesiyoly burada ancaq sifətdir. Vысокий, hündür, ancaq sifətdir. Amma молодые həm isim, həm sifətdir. Məsəl üçün, gənclər, necə deyirik ki, kim? Gənclər və deyirik gənc insanlar. Necə insanlar? Yaşlı insanlar, gənc insanlar. J variantımız həm isim, həm sifət olacaq. Üçüncü sözdə, cümlədə biz tapmalıyıq ki, burada substantirovani, прилагательный какое? Hansıdır burada ondan? Новое всегда пугает людей. Yenilik həmişə insanları qorxudur. Nə qorxudur? Yenilik, новое, yenilər. Всегда həmişə zərfdir. Pugayet, qorxudur, feildir. Людей kimləri? İsimdir. Tamamlıqdır. Amma новое, какое və новое что deyə bilərik. Yəni, biz burada mübtəda roluna qoymuşuq. Kim? Nə? Yenilik. Новое, что пугает людей? Nə qorxudur insanları? Yenilik. Nələr qorxudur? Yenilər qorxudur. Necələr yəni? Yenilik. Burada D variantımız olacaq. Dediyim kimi, всегда zərfdir, пугает feildir, людей, insanları. V isə ümumiyyətlə predlogdur burada. O, burada yoxdur. Dördüncü sualda isə harda sifət isim kimi istifadə olunur, onu göstərməliyik. Baxın, indi burada. Старый дом покосился. Что дом? Что сделал? Какой дом? Старый dom isimdir. Старый sifətdir. Покосился feildir. Burada substantiv sözümüz yoxdur hələ ki. У него знакомый голос. У кого? У него. Burada tamamlıq verilib. Голос что isimdir. Знакомый какой? Sifətdir. Молодой написал книгу. Belə qalsın. C variantı. Я видел красивую картину. Кто я? Mən əvəzlikdə, amma isim yerinə qoyulub. Görmüşəm feil.
Gözəl, sifət, şəkil, yenə isim. В комнате тихо, harada, otaqda, zərf, tixo necə, sakit. Burada sifətdir. Amma C variantında napisal knigu, kitab yazıb. Nəyi kitab yazıb? Burada tamamlıq rolunda verilib isimimiz. Napisal neydi? Feil. Kto napisal? Maladoy. İsim. Həm də sifət. Kakoy napisal? Maladoy. Biz burada maladoy napisal knigu deyəndə həm isim, həm sifət kimi istifadə edə bilərik. Kto? Maladoy. Kakoy? Maladoy человек. 6-da. Deməli, hansı söz burada insanı bildirir, amma sifətdən götürülüb. Məsəl üçün, ученый bilirik ki, isimdir və alimdir, adamdır. Pisatil yazıcı isimdir və alim və yazıcı adamdır. Doktor isimdir, adamdır. Рабочий işçi adamdır. Amma знакомый, tanış, sifətdən götürülmüş, insanı bildirəndir. Yəni, sifətdən götürülmüş. Kim? Tanış. Necə adam? Tanış adam. Qrup sözləri sadəcə yadda saxlamaq lazımdır. Tərcümə ilə heç bir əlaqəsi yoxdur. Alınsa tərcümə ilə tapa bilərik. Yəni biz özümüz sual verə bilirik sonra. Какой? Приемная что? Приемная какая? Например, пивная какая? Пивная что? Передняя какая? Передняя что? Bu sözləri sadəcə yadda saxlamaq lazımdır, bu qrup sözləri. Və yaxud sual verərək özünüz də onları tapa bilərsiniz. Daha çox nələr bilinir? Hər hansı bir rütbədirsə, часовой, дежурный, plenный, nə bilim, рядовой və yaxud xəstəliklə bağlı ola bilər. Məsələn, кривой, bir dəqiqə, o sözlərimiz burada olmalıydı. Məsəl üçün, xəstəliklə bağlı dərkən hər hansı bir qüsur varsa. Например, burada olmalıdır, глухой, немой. Burada sözdə слепой, kör, хромой, topal, nə bilim, глухой, kar, немой, слепой, kör və s. Və yaxud əzizləmə sözlər. Любимый, милый, родной, дорогой. Bunlar bildirir. Və yaxud yaş kateqoriya, взрослый, yetkinlər, böyüklər. Bunlar da bizdə həm isim, həm sifət kimi istifadə olunan sözlərdir. Və yaxud yerlər, otaq adları. Operaционная, приемная, столовая, кладовая, детская, ванная, гостиная, душевая, учительская, булочная, мастерская, гардеробная, şaşlıçная, закусочная, ən çox düşənlər. Bunlar otaq adlarını bildirənlər. Sonra рабочий, военный, постовой, рядовой, dediyim дежурный, часовой, plenный. Bunlar hamısı bizdə həm isim, həm sifət kimi istifadə olunan sözlərimizdə ən çox rastımıza gələn. Dəlşi paronimi ən imtahana düşən suallarımızdan biri paronimlərlə bağlıdır. Biz burada rahat, düzgün variantı deyil, açıqlamalarını sizə verəcəyik ki, daha yaxşı radda qalsın. Biz nə edəcəyik? İndi sizinlə sadəcə hər bir sözü hansı sözlə uyğunlaşa bilər, onun açıqlamasına baxacağıq. Birinci sözümüz sezon. Dajdivoy, dajlivoy. Gəlin indi baxaq. İkisi də yağışla əlaqəli bir şeydir. Dajdivoy, dajlivoy yağış adıdır, amma fərq nədən olacaq? Biz bir şey yadda saxlamalıyıq ki, dajdivoy sezon olur düzgün. Dajdivoy sezon. Səbəb. Dajdivoy bizim mənası yağışla bağlı deməkdir. Yəni yağışdan ibarət yağışla bağlı. Amma dajdivoy den olacaq. Den görsəz dajdivoy, sezon dajdivoy. Den hansı ki yağış yağan gün. Sezon dajdivoy. Bunu sadəcə bu qrup sözləri yadda saxlamaq mütləqdir. Orkestr sözünə baxırıq. Təbii ki, doğru. Duxavoy orkestr olacaq. Duxavoy nə deməkdir? Duxavoy bu nəfəs musiqi alətlərində ifa edən orkestr deməkdir. Amma duxovni mənəvi dünyada müsəbbət gedir. Burada mir ola bilərdi. Duxovni mir, mənəvi, qəlbə, inama aid olan. C variantı qrajdanin. Bizdə bir qrup sözlərimiz var idi. Demişdik ki, ivy, içni ilə bitən paronimlərimiz bizdə insanlarla istifadə olunur. Ona görə qrajdanin, vətəndaş, həm patriotiçni ikisi də uyğun gələ bilər, sizə göstərə bilər. Amma qrajdanin, insanla istifadə ediriksə, patriotiçni qrajdanin götürməyimiz daha məqsədə uyğundur. Какой qrajdanin? Patriotiçni qrajdanin. Hansı ki, vətənpərvərliyi xarakterizə edir o insanda. Servis, stolovski, stolovay. Birincisi, servis sözünün özündə bir paronimi var. Servis, servis. Biri z-la bitir, biri s-la bitir. İndi baxın, servis bizdə olacaq, deməli, bir saniyə, servis bizdə qapqacaq naborudur. Servis bu, nabordur, qablardır. Qab yazaq qabağında. Servis isə xidmətdir.
İndi bizdə deyilir ki, bura Stalovski yoxsa Stalovoy. Təbii ki, servisimiz olacaq bizdə Stalovoy servis. Stalovoy servis. Çünki süfrə qapqacağı. Stalovski servis isə yeməkxananın qulluğu, yəni yeməkxanada sizə qulluq olmasını bildirə bilər. Ona görə Stalovski yox, servis qablar Stalovoy, servis Stalovski götürə bilərik. Dəlşi Охотник, удачный, удачливый. Yenə həmin şey i və içində ilə bitənlər demişdik ki, insanlara aiddir. İkisi də uğur deməkdir bu sözlərin. Amma fərq nədədir? Удачный cansızla istifadə olunur. Удачный insanlarla, canlıla. Удачливый охотник, удачный день, удачная покупка. Cansızla istifadə oluna bilər. Növbəti paronimimizə baxırıq. Reç понятливая, понятная. Понятливая, понятная sözlərindən. Понятная reç olacaq. Понятная reç. Aydın nitq. Başa düşülən. Понятливая isə insana deyirlər. Demişdik, i və içinə insanla bağlıdır. Yəni tez dərk edən, insana aid, tez başa düşən. Divan kojani, kojani. İmtihana düşən paronimlərdən biri materialı bildirir. Təbii ki, divan kojani, dəridən hazırlanmış divan. Kojani, dəri üçün nəzərdə tutulmuş. Yəni, kojani ola bilər nə? İnsan orqanla bağlı. Məsələn, kojani vraç, kojani sıp, kojani болезнь. Amma divan kojani, sumka kojani, kurtka kojani. Дальше roman. Psixologический roman или psixologichный. Yəni, içni i və insanla bağlı, roman cansız, psixologический. Psixoloji roman. Belə götürəcəyik. Дальше D variantı. Ткань палатная, палаточная. Конечно, палаточная ткань. Eğer çətinlik çəkirsinizsə bu sözləri öyrənməyə, uzun olanı parçana istifadə edin. Sapla ткань, палаточная ткань. Палаточная нить. Uzun olan palatkaya ткань parçana aid olacaq. Palatna isə xəstəxana, rejimlə bağlıdır. Rejim. Kristal, iголочный, iголчатый. Deməli, конечно, iголчатый kristal olacaq. Iголчатый kristal. Burada nə edirik biz indi? Sadəcə yadda saxlamalısınız ki, iголочный belə bir forma yoxdur iynədən. İynəyə bənzər iголчатый olacaq kristal, batan, iynəli. Amma iголочный ifadəsi götürmürük. Дальше слухи, злые, злостные. Fərq burada nədədir? İndi baxaq. Minutочку. Слухи, злые, злостные. Zlые sırf pis mənanı daşıyır. Yəni, tərkibində pis, zlые. Amma bunu biz başqa cür də əvəz edə bilərik. Məsələn, zlые люди deyiriksə, хорошие люди də deyə bilirik. Amma zlostные sırf özündə pis suallar daşıyan, zlostный, yəni ki, qəsdlə nəyisə pislik yetirmək üçün, yerinə yetirmək üçün pis məna daşıyan deməkdir. Məsəl üçün, sluhi bizdə şayə deməkdir. Конечно, burada olacaq necə? Sluhi şayələrdir. Amma biz bu xəbərlərə düzdür, şayə sırf mənfi mənada gedir. Amma biz bu sözü, söhbəti mənfiyə, müsbətə çevirə bilərik. Məsəl üçün, zlые, sluhi deyiriksə, biz deyə bilərik, хорошие sluhi, yaxşı söz gəlib çatıb, xoş sözlər. Yəni, xoş şayələr deyə bilərik də belə. Şayələrdir, amma yaxşı şayələrdir və yaxud pis. Amma zlostный dediyim kimi, sırf orada insan ola bilər. Zlostный, намерение, məsələn, намерение, məsəl üçün, özündə sırf pisliklər daşıyan fikirlər deyə bilərik. Дальше жизнь. Заботливая, заботная. Olacaq bizdə sözümüz, baxın, заботливая, заботная. Конечно, olacaq заботная жизнь, заботная. Çünki qayğılı həyat, qayğı ilə dolu. Заботливая, qayğı keş deməkdir. İ və içnəyə insanlarla istifadə edirik. Капли дождевые, дождливые. Bayaq dediyimiz kimi, капли дождевые olacaq. Yağışdan ibarət damcılar. Дождливые səhvdir. Çünki yağışa aid gün ola bilər. Дождливый день. Amma дождевые капли. Стекло, ветряное, ветревое. Ветровое стекло, ветровое. Olacaq düzgün cavabımız. Ветряное isə hava haqqında deməkdir. Məsəl üçün, stiklo, vetrovoy stiklo küləkdən qorumaq üçün, məsəl üçün deyə bilərik də, küləkdən qorumaq üçün. Amma vetranoya külək özü demək, təbiətlə bağlı. Человек скрытый, скрытный, bayaq dediyimiz kimi, qapalı, скрытный, uzun olan qapalı insan deməkdir. Amma скрытый gizlədilmiş. Bir dənə növbəti paronimizə baxırıq. Lager sözünə, например,
Лагерь demiştik. Нет, ситуация. Не ситуация, лагерь. Нет. Ситуация конфузная или конфузливая? Конечно, конфузная ситуация götürəcəyik. Bu artıq yadda qalmalı bir formadır. Çünki konfuzlivaya situasiya deyə bilmərik. Belə bir ədəbiyyat dilində formada belə bir ifadə yoxdur, səhv olacaq. Колос зернистый или зерновой? Конечно, зерновой колос. Yəni zernovoy kolos elə buğdadan ibarət sümbül deməkdir. Buğda sümbülü. Zernistый isə buğdalara bənzəyən. Zernistый nə deyə bilərik? Parçaya daha çox uyğunlaşdıra bilərik. Nə bilim, daşa, yəni xırda növündən. Amma kolos buğda sümbülü. Друг желанный или желательный? Конечно, желанный друг. Arzu olunan dost. Желательный isə dosta heç bir uyğun gələ bilmir. Deyə bilərik ki, желательный, yəni istənilən bilinər, arzu olunur. Amma желанный arzu olunan dost, çoxdan gözlədiyimiz dost deməkdir. Yəni dostla желанный deyil, желательный yox, желанный istifadə olunmalıdır. Прием. Инженерный, инженерский. Инженерный прием olmalıdır. Инженерный прием. Дальше. Свежие отпечатки и опечатки. Baxırıq, свежие отпечатки и опечатки mənasına. Deməli, опечатки təzəcə buraxılmış izlər, səhvlər deməkdir. Опечатки. Отпечатки isə bunlar da свежеdən istifadə oluna bilər. Fərqlər amma nədədir? Отпечатки izlərdir, опечатки isə yazıda buraxılan səhvlərdir. Deməli, biz bu formada ümumiyyətlə qabağımıza, imtahanda rastımıza çıxa bilməz. Çünki bəzi paronimlərimiz bir sözlə hər iki formada istifadə oluna bilir. Sadəcə mətndə və ya cümlədə nədən məhz söhbət getdiyini göstərə bilərik. İzlər də yeni ola bilər və yaxud səhvlər də yeni ola bilər. Dəlşə, yenə növbəti paronimimizə baxırıq. Bu dəfə лагерь. Значит, лагерь палатный или палаточный? Конечно, палаточный. Palatный лагерь olacaq bizdə. Palatный лагерь. Palatочный uzun olan nə demişdik? Ткань, нить və s. Хирургия, пластическая или пластичная? Конечно, içniyeva insana aiddir. Qıvraq zirək deməkdir. Xirurgiya plastikaya olacaq. Поступок, проступок. Bunu asandır, çox asandır yadda saxlamaq. Проступок sözünün bir növ, bir mənalı bir mənası var. O da pis hərəkət deməkdir. Pis hərəkət. Amma поступок sadəcə davranış hərəkətdir. Yəni поступок'u mən yaxşı da deyə bilərəm qabağında. Necə ki, burada хороший istifadə olunub. Плохой da yaza bilərəm. Amma проступок'un özü mənfidir. Düzgün variant поступок хороший olacaq. Дальше. Образование педагогичное, педагогическое. Pedaqoji təhsil. Конечно, образование педагогическое. İçniyevay insana aiddir. И поступок человечий, человечный. Человеческий. Человечий insana xas. Deməli, человечий isə o da insana xasdır, amma nə mənada? Человечий o zaman deyirik ki, bu insana aid bir orqandırsa. Məsəl üçün, insan orqanı. Человечий глаз, человечий нога. Amma человечный isə insan kimi humanist, mərhəmətli mənasını istifadə edə bilirik. Növbəti suallarımızdan biri hansı ki imtahana düşür? Predloglarla bağlıdır. Predlog, mütləq ən çox predlog hansılarla imtahana düşə bilir? Qabağımıza v ilə na predlogları istifadə edə bilirik. V predlogu o zaman istifadə olunur ki, söhbət kapalı yerdən gedirsə, nəyinsə içinə daxil olarkən, amma na daha çox açıq yerlərdə və hansı bir təşkil olunan tədbirlərdə istifadə edə bilirik. Например, pruд, bord, kafe, край, собрание, şalaş. Собрание, iclas, konfrans, sərgi, ekskursiya sözlərində həmişə biz na istifadə edirik. Ona görə bu variantı burada rahatlıqla çıxa bilərik buradan. Sonra berek, sahil sözü demişdik. Berek, sahil, ostrov, ada, palostrov, yarımada, sonra bulvar, bunlar na istifadə olunur. Ona görə berek sözünə görə C variantını yığışdıra bilərik. Deməli, dəlşə, bord, liman demişdik ki, bunlarda na istifadə edirik. Sonra depo, les, posyolok, blok, stansiya, kino. Na stansiyanı na istifadə edirik. Qalır D variantımız. Les v lesu, posyolok, posyolki, depov, depov. 2-də predlog və harda istifadə oluna bilinər deyilir. Burada birbaşa variantı sizə göstərəcəm. D variantı olacaq. Burada təkrar sualdır. Burada mən sizə izahını vermək üçün qabağında cavabı yazmışdım. Unuttum üstdəkini silməyə. Смотрите, теперь D olduğu kimi les, posyolok, depo demişdik. Qalan izahlarını verdik. Niyə götürmürüksə. Dəlşi
Keçirik növbəti suala. Harda yenə V istifadə olunur? Gorod V ilə istifadə olunur, saray V ilə, amma most, körpü na istifadə olunacaq. Dəlşə. Burada derevnya, kənd. Demişdik ki, qapalı yerlər, kənd, rayon, sərhəd olan bütün yerlər, kənd, rayon, şəhər, respublika V ilə istifadə olunur. Balnitsa qapalıdır, gospital, balnitsa, sanatoriy V ilə, amma teatr da qapalıdır V ilə. B variant düzgündür. Lotka, lotki, na lotki. Bəzi sözlərimiz var ki, nəqliyyatlar ümumiyyətlə yadda saxlayın. Nəqliyyatları həm na istifadə edə bilərsiniz, həm v-la. Na o zaman ki, bunda istirahət növü kimi, seçim kimi göstərirsinizsə, v-nı eğer içindəsizsə. Lotka, na. Berek, na. C variantını çıxırıq. Poli, na poli. Tak, zabor, na zabori. Qalır B variantımız. Dördüncü sualımızda yenə v-nın istifadə olunanı göstərir. Şkaf, dom, uqıl. Oblaka, solnце, neba. Значит, gəlin istisnalarımızı çıxarmağa çalışaq. Divan na divani. Çıxdıq. Sonra marşrut na marşrutki. Çıxdıq. Tak, solnце, oblaka na oblaki. Çıxdıq. Sonra şkaf, dom, uqıl. V uqlu, na uqlu, şkafu, na şkafu deyə bilərik. A-nı da çıxdıq. C variantımız qalır. В комнате, в подъезде, в магазине. Dördüncü sualımız yenə V ilə baxırıq. Dərhal götürürük qapalı yerləri. Klass, sinif, universitet, muzey. D variantı. Письмо, смотрите, журнал, в книге, на книге deyə bilərik. Коробка, в коробке, на коробке. Берег, на берегу. Доска, на доске. Qalır D variantımız. Beşinci sualımıza yenə. Город, метро, офис, лестница, поток. На лестнице, pilləkəndə. Дальше. В пути deyə bilərik, amma так, на воде, на трубе deyə bilərik. Дальше что у нас есть? Так, направление, дорога. На дороге, можно сказать. На rame, на стекле, pəncərənin şüşənin üzərində deyə bilərik. Qalır A variantımız город, şəhər, metro, metro deməliyik, в metro и ofis. В ofiсе. Tak, bir şey dedik, burada bir balaca səhvimiz var. Metro sözü olmamalıydı. Значит, metronu burada dedik axı nəqliyyat həm v-nın həm na ola bilər. Bunu da yadda saxlayaq, bunu da çıxırıq. Хорошо. И дальше еще hansı cümlədə v istifadə olunur? Bu dəfə cümlə formasında işləyirik. Kanikulun açılsa, eğer tarixlərdirsə, ayların adları, həftələrin önündə həmişə v qoyuruq. Biz amma olmaz deyilir. Sonra cibin içində, çantanın içində deyiriksə, təbii ki, v-nı istifadə edirik. Pullar cibin içindədir. Deməli, bu kitabda mən deyir, bu haqqda kitabda oxumuşam. Kitabın içində mənasını verir. Sonra biz meşəyə getdik, göbələyi arxasınca v ilə olacaq. Amma C variantında olacaq. Дети пошли на прогулку. Gəzintilər, ekskursiyalar hamısından istifadə olunacaq. 7-ci sualda v olar deyilir. Отец пришел на работу. Ata işə gəldi, работа. 5 dənə sözümüz var ki, istisnayətdə saxlayırıq. Na istifadə olunur. Bunlar hansılardır? Qapalı olsa da работа. Stadion. Дальше у нас работа, стадион, завод. Почта. Дальше и дача, bağ evi. 5 dənəsini yadda saxlamalısınız. Отец пришел на работу вовремя. Спортсмены приехали на стадион. Мама поставила тарелки куда? На стол. Masanın üstüne koyuyor boşqabları. Он учится где? В гимназии. Universitet, gimnaziya, kollec, institut. Hamısı V ilə olacaq. И белые медведи живут где? На севере. Yadda saxlayırıq ki, şimal, şərq, cənub, qərb. Hamısı nanandır. Sever, юг, запад, восток. Və bir dənə də sözümüz qütb, qorizont, qorizont. Qorizont sözü də olacaq. Harda V-ni istifadə edə bilərik? Мы поставили ковер куда? На пол. Polun üzərinə. Mən məşqə gedəcəm на тренировку. Dayanacağı demişdik na. Ребята пошли на остановку. Мастер поставил антенну куда? На крышу дома qoyub. Burada Y variantımız yoxdur. Yəni bunlar hamısı nanandır. Baxın, kovер куда? На pol, döşəmənin üzərinə. Trenirovka məşqlər nanan, iclas, məşq, dərs, ekskursiya nanan, astanovka dayanacaq nanan və antenanın dama nanan.
Dərsi mətin forması. İmtahana mətin düşür. Mətni sadəcə yadda saxlamalısınız. Tərcüməni bilməyi, ardıcıllığını qurmaq lazımdır. Amma bir dənə də köməkçi variantımız nədir? Əgər bir mətndə sizə qurmağa çalışarkən cümlələr soyuzlarla başlayıbsa, a, no, adnaka, zattim, tak, adnaka, i soyuzlarla başlayıbsa, deməli cümlə bundan başlaya bilməz. Eğer orada однако, затем, поэтому, потому что, после, до varsa, deməli cümlə bunlarla başlaya bilməz. No dedik başlaya bilməz. Burada biz 1, 3, 5 ilə başlaya biləcəyi variantlarımız varsa onları çıxırıq. 4-də gəlin variantlarımıza baxaq. 1-i çıxdıq. 4-də başlayan variantları da çıxacağıq. Niyə görə? Fransızlar deyir ki, vizit kartları Fransada 17-ci əsrdə peyda olunub. Amma fransızlar deyir ki, deməli bundan öncə, bu cümlədən öncə hansısa bir söhbət vizit kartdan getdiyi bəlli oldu. Amma bunlardan öncə bir ifadələr, cümlələr olmalıdır ki, fransızlar o sözünü dediyini buradan davam getirək. Ona görə qalır variantımızda 6 ilə başlayan. Vizit kartları qədim tarixə bağlıdırlar, mövcuddular. Bildik. Lakin Kitaylılar əmin edir ki, onlarda kartlar da erkən orta əsrlərdə gəlib. Birbaşa xalqları bunu deməsi düzgün gəlmir. Çünki bundan öncə başqa bir xalq öz sözünü deməlidir. Düzdürmü? Sonra artıq Kitaylılar öz fikrini söyləyə bilərlərmiş. Çünki 6-cı cümlədə vizit kartlarının qədim yaranmasından danışılır. Birbaşa biz kimsə insanın mı, xalqın mı, kimisə fikrini qoya bilməzdik burada. Ona görə 6-dan sonra bizdə olacaq 4 cümləsi. Fransızlar deyir ki, vizit kartları Fransada 17-ci əsrdə yaranıb. Amma Kitaylılar əmin edirlər ki, sübut edirlər ki, onlar daha erkən orta əsrlərdə yaranıb. Ona görə bizə uyğun variantımız A gəlir. Sonra 3. Lakin buna baxmayaraq ilk nümunələr kartlar haqqında 1786-cı ildə qeydə alınıb Germaniyada və 5. Və vizit kartları Avropa 19-cu əsrdə yayınıb və 2. Artıq bu zaman onlar onun istifadə qaydasını belə bilirdilər. Düzgün variantımız A variantı olacaq. Mətin quruluşlarında bunlar nəzərə yetirməlisiniz. Soyuzlarla başlayırsa cümləmiz başlaya bilmərik. Predloglarla zərf başlayırsa, zaman zərfləri ilə deyək də, zaman zərfləri ilə başlayırsa cümlələrimiz onu götürə bilmərik ilk olaraq. Bunlar sizə kömək edəcək. Və yaxud on, ana, ano və ayni əvəzliklərlə başlayırsa cümlələrimiz birinci olaraq başlaya bilmərik. Yevo, yeyo, ix yelik əvəzlikləri ilə başlayırsa cümləmiz onları götürə bilmərik ilk. Bunlar da sizə kömək edə bilər.